Bismillahirrahmanirrahim. Hörmətli Quran sevənlər, hər birinizi Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullah. Sizlərə bir ayət xatırlatmaq istərdim. Uca Allah Quran-ı Kərimdə buyurur. Bismillahirrahmanirrahim. Və cealna ba'dakum li ba'din fitneten etasbirun və kana rabbuka basira. Ey insanlar, biz sizləri bir-biriniz üçün sınaq və imtihan olaraq xəlq etdik, yaratdıq. Səbr edəcəksinizmi? Uca Allah hər şeyi görür. Bəzilərimiz yaxınlarımızdan, doğmalarımızdan, bəzilərimiz dostlarımızdan, bəzilərimiz qonşularımızdan müəyyən bir fitnə və fəsadlara uğraya bilirik bu həyatda. Müəyyən məsələlər insanın qəlbini sıxa bilir. Lakin insan başa düşməlidir ki, Uca Allah bu sistemi bu formada yaradıb, bu formada qurub. Və insanlar bir-birinin imtihanıdır. Bəzən övlad atanın, ananın və ya tam əksi olaraq ata, ana, övlad üçün bir imtihan olur. Və ya yaxın insanlar, qohumlar, qardaşlar bir-birinin üçün imtihan olur. Bəzən qonşular, bəzən bir-biri ilə şərik işləyən insanları bir-birinin imtihanı olur. Uca Allah buyurur ki, biz sizi bir-birinizə sınaq və imtihan olaraq yaratdıq. Səbr edəcəksinizmi? Sual. Ətasbirun, səbr edəcəksinizmi? Hər bir müsəlman və mömin, bəli ya Rabbim, səbr edəcəyiz və sənin yaratdığın, xəlq etdiyin bu insanları bizlər üçün imtihan etdiyinə görə də səbr edəcəyiz, deyəcəyik. Sonra Uca Allah buyurur, Rəbbiniz hər şeyi görür. Yəni, sən nə etsən, sən nəyi sussan, nəyi Allah üçün uda bilsən, Allah bunu görür. Və sözsüz ki, Allah bunu görürsə, mütləq bir şəkildə onun qiymətini də sənə verəcək. Mütləq bir şəkildə onun mükafatını sənə qat-qat qaytaracaq. Ona görə bu ayəti unutmayaq. Uca Allah buyurur, Bismillahirrahmanirrahim. وَجَعَلْنَا بَعْدَكُمْ لِبَعْدٍ فِتْنَةً أَتَصْبِرُونَ وَكَانَ رَبُّكَ بَصِيرًا. Biz sizi bir-biriniz üçün sınaq və imtihan olaraq yaratdıq, xəlq etdik. Siz bu həyatda bir-biriniz üçün bir imtihansız. Səbr edə biləcəksinizmi? Rəbbiniz hər bir şeyi görür. Esselamu aleykum və rəhmətullah.